Məsəl üçün, mən adamlar tanıyıram ki, məsəl üçün, əsl müxalifət ideologiyasındadır. Amma təhqiramiz sözlər yoxdur. Misal üçün, sual verirəm ki, misal üçün söz gəlir ki, müxalifətin lideri olsan, hansı strukturda sən fəaliyyət göstərərdin? Baxıram ki, fikrini deyəndə, artıq bilirəmi, çox insanlarda müxalifət anlayışı belədir ki, sanki müxalifət hakimiyyətin əleyhinə getməlidir. İlham Əliyev hakimiyyəti devir, hakimiyyətdən get. Sanki bu kimi şüarlar səslənməlidir. Bax, ona görə də yeni gənclərin, gənc müxalifətçilərin uçurumu yaranır həmişə. Müxalifət üçün çox gözəl. Və yadındadır, bilmirəm, baxmısan mı? Səhv etmirəmsə, İngilis jurnalistidir. Rəhmətli Heydər Əliyevə sual verir. Bəli, baxmışam, Rasim müəllim, baxmışam. Deyir, müxalifət var sizdə. Deyir, bəli, müxalifət hər bir yerdə var. Deyir, müxalifəti inkar edirsənmi? Deyir, xeyr. Fikir ver, ha, gör. Elə o müxalifət inkar etmirəm Heydər Əliyevin deməyindən artıq aydın olur ki, həqiqətən də Türk dünyasının böyük bir şəxsiyyətidir. Çünki müxalifət, bəli, belə deyək də, biz də keçmiş hakimiyyətin elə bir ki, Heydərçilər müxalifət obrazı idi. Yəni, belə anlamda desək. Amma o demək deyil ki, tutaqım, müxalifət götürsün. Mən bir dəfə həmişə baxmışım, izləyirəm, bir dəfə görmədim ki, müxalifətin fəaliyyətində bir qanuna sökənsin, qanuna müvafiq olaraq addım atılsın. Yalnız çağırışlar üzərində. Bəli, doğrudur.